Buyurun, güvəndə sualınız. 37. Deməli, bax deyir ki, ABCD rombunda bucaq A-nın bucaq B-yə olan nisbəti 2x plus 5 bölünsün 6x plus 15'dir. Burada maraqlı bir sual qurdular. Biz məxrəcdən 3'ü çıxarsaq, 2x plus 5, 2x plus 5'lər də getdi 3'də 1. Yəni bu deməkdir ki, bu rombun A bucağı x olarsa və K deyək. B bucağı 3K olur. Və biz bilirik ki, rombun bir tərəfinə bitişik olan iti və kör bucağın cəmi hər zaman 180 olur. Ona görə biz yazırıq ki, K ilə 3K'nın cəmi 180, 4K bərabər 180, K bərabər 45. Bu rombun olduğu için bucağı 45. Tərəfi də 6'dır. Rombun sahə düsturlarından biri A kvadratı vur sinüs alfa olduğu üçün 6'nın kvadratı vur sinüs 45. Yəni 36 vur kök 2 bölü 2 cavab eder 18 kök 2. Biraz məsələni fərqli yöndən başladıblar. Sonra 29 nə ola bilər? Bəli, mənim verdiyim bayaqki sualda. Deyir ki, hündürlükləri 3 və 4 olan paralelogramın perimetri 28'dir. Valla hündürlükləri 3 və 4'dürsə, onda sahəyə görə A vur 3, 4 vur B'yə bərabər olmalıdır. Bəli, burada artıq A'ya biz 4K deməliyik, B'yə 3K deməliyik. Və biz bilirik ki, bunun perimetri 28'dirsə, perimetrdə 2 vurulsun A üstə gəl B olduğuna görə 2 vurulsun 4K üstə gəl 3K 28'dir. 14K 28'dir, K 2'dir. K 2 olduğu üçün deməli, K 2 olduğu üçün bizdə tərəfin biri 4K idi deyə 4 dəfə 2 8, biri 3K idi deyə olur 6. Həkəm valideyn deyir ki, çıxanda atasının yanına gitsin. 6 ilə 8. Aydın oldu. Sonra sahəsini istəyir. Mən ta ki bildim ki, bura 8'dir. Onda sahədə 3 dəfə 8, 24 olacaq. Və yaxud B'ni bildim 6'dır. 4 dəfə 6, yenə də 24. Fərq yoxdur. Bəli, səhv başda aldım. Bəli, 37 idi. Bundan əvvəlki sualımız 37 idi. Düzbucaqlı trapesiyanın mən buradan götürmüşəm istəyəsən bayaq sualı, ya da rəqəmlər düz gəlir deyə buradakı ilə üst-üstə düşdü. Çünki orada Pifagor teoreminin ödənməsi üçün rəqəmlər seçilir. Belə mənim bayaqlarım dərsdə verdiyim sualdır. Yəni oturacaqları 8, 20, böyük yan tərəfi 15 olan trapesiya sualı. Bu düz yazmış olarsan, yəqin ki, Rəcəb. İndi desəm, ev tapşırıda baxsam bunlar düzdür, amma mən sual verəndə bunlar düz çıxmırlar heç cür. Səhvdir. Deməli, buradan hündürlük çəkdik. Bura oldu 8, bura oldu 12. Onda hündürlüyü Pifagor teoremindən tapdıq. H-ın kvadratı gəl 12'nin kvadratı bu. 225'dən 144 çıxdıq 81, oldu 9. Trapesiyanın sayısı oturacaqları cəminin yarısı vur hündürlük olduğu üçün 8 ilə 20'ni topla böl 2'yə vur 9'a. O da 14 vur 9, 126 idi. Bayaqların izah elədiyimiz misalın özüdür ki var. Sonra 54'ə qədər sual, 54 demiş kimsə bayaqsa? Yox, 50 necəsə? 59 demişsən. 58. Bəli. Yenə məqsəd A vur HA, B vur HB. Yəni, tərəf və həmin tərəfə çəkilən hündürlük hasili bir-birinə bərabərdir. Bax, ay bala. Biz bilməliyik ki, paralelogramın qarşı tərəfləri paralel və bərabərdir. Bura 4'dürsə, deməli burada 4'dür. Bura 8 yazıblarsa, deməli burada 8'dir. Və buna çəkilən hündürlüyə 3 deyib, deyir buna çəkilən hündürlüyü tap. Sən bilməlisən ki, 8 vur 3, A vur HA bərabərdir
B vur HB'dir. 24'ü de böldün 4'e etti 6. 59 diyen bende. Bu ABS'de burada indekste olmalı. SABS'de bir düşüktü. Yani paralelogramın iki diagonalı onu 4 beraber sahili üçbucağa bölür. Burada paralelogramın sahəsi 20'dirsə, her üçbucağın sahəsi 20 bölü 4 5'tir. Sonra 8'də 3, 8'də 3, 120'nin 8'də 3'ü. Allah'ım yarabbim. Yani bir qayda oxumursunuz. Bax, mənim verdiyim vərəqdə də var. Güvənin qayda hissəsində də vardı. Yəni eyni şeydir. Bunu nə bilim gelib Dəyərin kitabında alsan, nə bilim kimin kitabında alsan, bu qayda dəyişmir. Hamı eyni şeyi yazır onsuz da. Yəni burada ABCD'nin sahəsi 120'dirsə, AYF üçbucağının sahəsi o 120'nin 8'dən 3'üdür. Yəni 45'tir. Cavab olur C bəndi. Sonra 5. Bəli. Baxay bana. ABC'de paralelogramı çəkdim. ABCD. Deyir ki, ABC üçbucağının sahəsi 14'sə, bax. Paralelogramın bir diagonalını 2 bərabər sahili üçbucağa bölür. ABC'nin sahəsi 14'sə, ADC'nin də sahəsi 14 olmayacaq. Bu necə səhv ola bilər? Tərəfi x olan kvadratın sahəsi 4. Ala, kvadratın sahəsi nəyə bərabərdir? Tərəfinin kvadratı. Düzdür? Tərəfi x olan kvadratın sahəsi x kvadrat olmalıdır. Yəni x'in kvadratı 4'dürsə, x 2 olur. Onda deyir tərəfi 4x. Yəni 4x nə deməkdir? 8. Tərəfi 8 olan kvadratın sahəsi deyir neçə olar? 64. Düzdür? Başa düşdün nə edeyim? 76 deyirsən. Baxaq. Burada dərsdə izah eləmişəm bunun bənzərini. Tərəfi 25'dir. A 25'dir. Diagonallarının nisbəti, biz bunu hətta demək olar ki, paralelogram dərsində də biz buna oxşar sual görmüş oluruq. Rom dərsində. Deyir, diagonalların nisbəti 3'ün 4'ədir. Onda biz diagonallardan birine 3K, o birine de 4K deyək. Biz bilirik ki, rombun diagonallarının kvadratları cəmi tərəflərin kvadratlarının cəminə bölünür. Diagonalın birinin yerinə yazaq 3K, o birinin yerinə yazaq 4K, tərəfin də yerinə yazaq 25. İndi 9K kvadratı üstə gəl 16K kvadratı. 25'in kvadratı edir 625, 4'e de vuranda 2500. Bu elədir 25K kvadratı 2500, K'nın kvadratı 100, K oldu 10. Onda diagonallardan biri 3K olduğu için 30, o birisi de 4K olduğu için 40. Burada ise tamamında değil rombun sahəsi. Rombun sahəsi de 2'də 1, D1, D2 olarak elir neçə? 600. Bu romb dersinde var. Orada deyir ki, böyük diagonal tap ya kiçik diagonal tap. Orada kurtarır sual. Ama bu sahələr dersinde bir addımda sonrası var. Sahəni tapmaq var. Sonra 79. Kvadratın bir təpəsinə bitişik iki tərəfinin orta nöqtələrini birləşdirən parçanın uzunluğu 3 kök 2'dir. Baxayım bakalım. Kvadrat. Bir təpəsinə bitişik olan iki tərəf. Məsələn, A təpəsinə bitişik olan iki tərəf bunlardır. Düzdür? Bunların orta nöqtələrini birləşdirəndə bura deyir 3 kök 2'dir. Bu bunun orta nöqtələri olduğu üçün tərəfləri yarı bölmüş olur. Bu da yəni bərabəryanlı üçbucaqdır. Biz bilirik ki, bərabəryanlı düzbucaqlı üçbucaqlarda katetlərə AA deyəndə bir də A kök 2 olurdu. Onda buralar olur 3-3. Onlara 3-3 olursa bu kvadratın tərəfi oldu 6. Kvadratın tərəfi 6'dırsa kvadratın sahəsi də 36'dır. Aydın oldu, nə elədiyim? Sonra
80. Baxaq. Deməli, mənim bayaqlarım paralelogram şəklində verdiyim eyni sual. Bax, ay bana. A, B, C, D. Deyir ki, bura bunun ortasıdır. Bu sualı müxtəlif cür izah eləmək olar. Deyir, kvadratın sahəsi 4-dür, üstü sahəsi. Çox sadə, heç mənim verdiyim sual zaddır. Çox sadə bir sual. Kvadratın sahəsi 16-dırsa, ABCD kvadratdır da. Bunun sahəsi 16-dırsa, bunun tərəfinin uzunluğu neçədir? 4'dür. Bura 4'dür. Burada 4 idi diye 2 bölündü. Bu bizden soruşulan üçbucak, düzbucaklı üçbucak olduğu için onun sahəsi katetlerinin yani AB ile BY'nin hasilinin yarısıdır. Cevap oldu 4. Sonra. Buraya gönderelim. Keçe yok bir sıra. Ya Allah. Buyurun. ...25... Neçə? 16. Rombun sahəsi deyir ki 16-dırsa rombun diagonallarının hasili. Bəyəfəndi, rombun sahəsi diagonallarının hasilinin yarısı deyil. Eğer bu 16'ya bərabərdirsə, onda deməli diagonalların hasili 32 eləmir. Yəni 32'nin yarısını yazıblar da 16. Sonra. Sen dedin? 25. Sahəsi bu kiçik oturacaq, bu hündürlüyü bu böyük oturacaq. Tənlik çıxacaq qabağımıza. Biz bilirik ki trapesiyanın sahəsi oturacaqları cəminin yarısı vur hündürlükdür. Oturacağın biri var, biri yoxdur. Yazıram A üstə gəl 6 böl 2 vur 3 bərabər 21. Sahə 21'dir, hündürlük 3'tür. Tərəfin biri 6'da, o biri yoxdur. Axtarıq. Buradan hər tərəfi birinci bölürsən 3'ə. 21'i böldün 3'ə elədi 7. Sonra hər tərəfi vurdun 2'yə. Sonra da 14'dan çıxdın 6'nı. Qaldı 8. Deməli, bunun o bir tərəfi 8 santimetre. Sonra. Neçə demişdiniz? 26. Bəli. Bu dəfə isə oturacaqları və sahəni verib hündürlüyü istəyir bəyəfəndi. Ay bala, trapesiyanın sahəsi oturacaqları cəminin yarısı vur hündürlükdür. Oturacaqlar var. 18 ilə 26'nı topla böl 2'ye vur hündürlüğe etsin 220. Bunları topladın 44, yarısı 22. 22 vur h 220 ise buradan h neçədir? 10'dur. Bəli, 32 de bundandır. 46 ile 38'i toplayırsan, bölürsən 2'ye 74, yok 84. Yarısı oldu 42. O da olur 252 de 42 yerleşer 6 dəfə. Sonra bəyəfəndi, bəli, demiyorlar ki bayaqkindandır. Parallelogram və onun bütün növlərində bura düzbucağı da daxildir, kvadrat da, romb da. Bir diagonal onu 2 bərabər sahəli üçbucağa, 2 diagonal onu 4 bərabər sahəli üçbucağa bölür. Eğer buradaki COD'nin sahəsi 15'dirsə, deməli qalan üçbucaqların hamısının sahələri 15'dir. Və düzbucağının da sahəsi 4 tane 15, yəni 60'dır. O birisi de onun kimi 4 tane 14, yəni 56'dır. Sonra 51'e kadar sual olan 51. Yine həmin misalların tersi. Paralelogramın bir diagonalı onu 2 bərabər sahəli, 2 diagonalı isə 4 bərabər sahəli hissələrə bölür. Yəni bu AOD üçbucağının sahəsi paralelogramın sahəsinin 4'dən biridir. Yəni 40'ı bölürəm 4'ə edir 10. Vallahi mən məhtal qalmışım. Yani sual var da bunlar sual değil. Sonra
56-57 necə sual olaraq peyda ola bilir? Axı biz deyirik ki, bu qaydada, yəni deməli heç qayda da öyrənməmişik. Yox, inanmıram. Yəni, aha, 6 vur 4, vur sinüs. Bundan ən sadəki ki, şagird düsturu tətbiq eləsin. İki tərəf var, o tərəflərin arasında qalan bucaq var. Yəni 6 vur 4, vur sinüs 2 ilə 1 aldığı üçün elə də 12. Sonra 71 idi, səndə 2 idi. Səndə də 1 var. Olsun. Deməli, bu da yenə bayaq işlədiyimiz sualdandır. Deyirəm də təkrar eyni sualın rəqəmlərini dəyişib verirlər ki, ay insan bir öyrən bunu. Trapesiyanın sahəsi oturacaqları cəminin yarısı vur hündürlük. Oturacağın 71'də birini verib, yazma, bir dənə rəqəmi dəyişib verib. Bayaqlarım 21 idi sahə, indi 24'dür. A üstə gəl 6 böl 2 vur 3 bərabərdir 24. Birinci 24'ü böldüm 3 elədi 8. A üstə gəl 6 bərabər 16. 16 çıx 6 elədi 10. Hələ bu 72 deyənə bax. Perimetri 48 olan düzbucağının sahəsini hesablayın. Bir tərəfini də verildi. Valla, gərək biz düzbucağının sahəsini hesablamaq üçün onun iki tərəfini də bilək. Ona yazıram. 2 vurulsun. A. Hə. Qalxdım. Olardı. Eyni şey olacaqdı. Mən daha qısa getməyə çalışdım da. Bəli, olardı. İndi ne yazırdıq burada? 48. Aha. Deməli, birinci hər tərəfi 2'yə böldüm. Elədi 24. 24'dən də 6 çıxdım 18. Deməli, düzbucağının enini də bilirəm artıq. Uzunluğunu da bilirəm. Bunları da bir-birinə vururam. Edir neçə? 108. Hı? Yenə bu. Sənə. Sonra. Neçə? 86. Aha. Deməli, müstəvi fiqurlarda bir böyüklükdə dedikdə sahələri bərabər olan fiqurlar başa düşülür. 86-cı sualda bizə deyir ki, tərəfi 28, hündürlüyü 7 olan romb ilə bir böyüklükdə olan kvadratın tərəfi. Yəni, bu rombun sahəsinə bərabər olan bir kvadrat var, yəni sahəsi bunun sahəsinə bərabər. Və onun tərəfini istəyir. Biz bilirik ki, rombun sahəsi AH-dır. 28 vur 7, 196. Düzdür? Ta ki bizdə bir kvadrat var, onun da sahəsi 196'dır. Kvadratın da sahəsinə x kvadrat olarak baxsaq, deməli kvadratın tərəfi 14 olar. Sonra. Yox, sən neçə demişdin? 114'e qədər sual olan. 88. Baxaq. Düzbucağının uzunluğu elindən 3 dəfə böyüdür. Perimetrdə 48'dir. Sahəsini tap. Bax. Ay Murad. Eni olsun x. Uzunluğu da olsun 3x. Düzbucağının perimetri deyəndə onun eni ilə uzunluğunun cəminin 2 misli başa düşülür. Bu 48'e bərabərdir. Bunları toplayanda 4x 2'ye də vuranda 8x bərabər 48. X bərabər 6. Bu demək ki, bu düzbucağının eni 6'dır, uzunluğu da 18'dir. Düzbucağının da sahəsi eni ilə uzunluğunun hasili olarak 108'dir. Sonra 100 yok, oraya kadar sen 110 demiştin de 14 demişsinmiş. Üzülürsən. Aha. Bu sualda biz nə etməliyik? Rombun sahəsini tapmalıyıq. Biz bilirik ki, rombun diagonalları kəsişir, kəsişmə nöqtəsində yarıya bölür. Əgər orada OC-yə 6 deyibsə, deməli AC diagonalı 12 santimetrdir. Daha doğrusu DO-ya 4 deyibsə, BD diagonalı 8'dir. Yəni diagonalların biri 12, biri də 8 olduğu üçün sahə 2'də 1, D1, D2. O da bizə verir 6 vur 8, 48. Yəni elementar sual. Sadəcə burada verib ki, şagird romb dərsindən öyrənmiş ki, diagonallar kəsişəndə yarı bölünür.
O bilsin ki bunun bir diagonalı 12'dir, biri 8'dir ve sahə də diagonalların hasilinin yarısıdır. 122 idi. Bəli, x də eynidir və bundan da yenə mən burada dərsin izahında göstərmişdim. Deyək ki, rombun diagonallarının biri digərindən 3 dəfə kiçikdir. Onda biri x-dir, o birisi də 3x-dir. Yəni biri kiçiksə, o birisi də böyükdür. Kəsr alınması dedi, x bölü 3 yazmadım. Və rombun sahəsi də 6'dır. Biz bilirik ki, rombun sahəsi diagonalları hasilinin yarısıdır. Onda belə çıxır ki, 2'də 1 vur x vur 3x bərabər 6'dır. Yani 3x kvadratı bölü 2 6'dır. 3x kvadratı 12'dir. X kvadratı 4'tür. X de 2'dir. Yani bunun değiştirmişten büyük diagonalı. Büyük diagonalda 3 vur 2 edir 6. Sonra 29. Bu sualda yine evvelde de var idi. Yine gayet daha doğrusu güvende var idi bəyənlərim. Bax, bura 7-dirsə, qarşısı da 7-dir və o 7-yə çəkilən hündürlük 8-dir. Biz AD-ni bilmirik, bura olsun A. Bilirik ki, A vur H, B vur HB. A vur 4, 56'dırsa, A dediyim tərəf də 14'dür. Yəni, bu suallar necə problem olaraq qalır? Sonra 41, 5. Sən isə 140 neçə demiştin bəyağayla? Hiç dememiştin. Kimse 140. Sen de bəyağlandı deyən. Elədim arxadan da kimse 140 neçə deyibdi. 145. Bəli. Maraqlı və sadə sual. Baxın, bu şəkildə iştirilənmiş hissə bir trapeziyadır. Yəni, siz trapeziya deyəndə mütləq fikirləşib belə getməli. Fərqi yoxdur. Trapeziyanın tərifində deyilir ki, iki tərəfi paralel olan, yalnız iki tərəf paralel olan dördbucaqlıya trapeziya deyilir. Və paralel tərəflər bunu oturacaqdır. Və burada deyir ki, tərəfi 7 və 9 olan düzbucağını 63 bərabər kvadrata bölüblər. Deməli, hər zaman bir vahiddir. 7 cm olan tərəf 7 yerə bölünüb, 9 cm olan tərəf 9 yerə. Deməli, hər dama 1 cm-dir. İndi bu trapeziyanın MY oturacağı 1, 2, 3, 4, 5 damadır. Yəni 5 vahiddir. NK oturacağı 4 vahiddir. Düzdür mü? Bak bunların arasındaki bu hündürlük var. Bu. Buradan çəkəcəyimiz hündürlük. Bu hündürlük neçə damadır? 1, 2, 3, 4, 5 dama. Yəni bu trapeziyanın hündürlüyü 5'dir. Onda trapeziyanın sahəsi oturacaqları cəminin yarısı vur hündürlük. 4 onda 5 vurulsun 5 eləyir 22 tam onda 5. Aydın oldu. Sonra. Neçə? 62'ye kadar sual olan. 50 neçə? Sən 54 deyirsən. Deməli, bax, mənim verdiyim sualın bənzəri. Mən sözlə demişdim ki, tərəfi 10, tutaq ki, diagonalı 12'dir. Burada bunu misal üzərində göstəriblər. Sənin burada 2, bəli, 2 seçimin var. Ya bunu ikinci diagonal çəkərək, biləsən ki, diagonallar kəsişəndə yarı bölünür. Yəni bu verilən diagonalı bölürsən 6, 6, çəkilərə deyirsən x. Və Pifagor teoreminə görə yazırsan ki, x'in kvadratı üstə gəl 6'nın kvadratı 10'un kvadratı. X kvadratı üstə gəl 36 100'dən, x kvadratı bərabər olur 64, x olur 8. Bu da demək ki, bunun ikinci diagonalı 8 üstə gəl 8, 16'dır. Rombun da sahəsi diagonalları hasilinin yarısıdır. Diagonalın biri 12 verilmişdi. Birində biz tapdıq 16'dır. Bu da eləyir 96. Aydın oldu. Sonra. Neçə? Aha. 58. Neçə qədər vermişəm? Çatdıra biləcək. Dedim görüm çatdırıb qutara bilirik mi? Bəli. Deməli, bax ABCD kvadratdır. Bu da bu nöqtələr tərəfin orta nöqtələrdir. Bunlar tərəfin orta nöqtələrdir. Və MNKY kvadratının təpələri tərəfi 4 olan kvadratın orta nöqtələrdir.
Onda belə çıxır ki, bu kvadratın tərəfləri 4 idisə, buralar 2, 2, 2 bölündü. Düzdür? Sən buradan bərabər yanlı düzbucaqlı tutacaq gördüyün üçün bura olmalıdır 2 kök 2. Onda bu da bir kvadrattırsa, bunun sahəsi tərəfinin kvadratıdır. Yəni M, N, K, Y'nin sahəsi olmalıdır 2 kök 2'nin kvadratı. 4 vur 2. 4 kök yok. 4 vur 2. Eləyir. Bəli, 2'nin də kvadratı 4 eləyir. 4 vur 2, 8 eləyir. 162 deyən bəndəmiz var idi. Baxın. Üçbucağın sahəsi tərəf və bu tərəfə çəkilən hündürlük hasilinin yarısıydı. Üçbucağın sahəsi. Bura verilib 30. Bizə AD-ni veriblər 12. BC-ni veriblər 15. Bizdən nə istəyir? ADB üçbucağının sahəsini ABD olsun. ABD üçbucağının sahəsi üçün tərəf var 12. Deməli, mən bu çəkəcəyim hündürlüyü də bilsəm sahəni tapa bilərəm. Çünki baxın, dediyim kimi ABD üçbucağının sahəsi 2'də 1 vur AD vur BH-dır. Bu var 12. Amma BH-ımız yoxdur. Bəli, buradakı düzbucaqlı üçbucağa bir dənə baxın. Sarı ilə saraltdığım üçbucağa. O üçbucaqda mən görürəm ki, hipotenuz 15'dir, iki bucaq 30. Deməli, onun qabağında duran BH 15'in yarısıdır. 7 onda 5. Gətirəm onu yazıram bura. 6 vur 7 onda 5. 42 o da 3 edir 45. Aydın oldu. Bərabər yanlı düzbucağı tutan hipotenuzu 6 kök 2 olarsa sahəsi tam. Çox çətin sualdır. Deməli, bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu 6 kök 2'dirsə, onun katetləri 6'dır da. Sahəsi də 2'də 1 vur, 6 vur, 6, 18 eləmir. Sizin probleminiz nədir? Bu 6'nı tapa bilmirsiniz. Pifagor eləyin. Yazın x, x kvadratı üstə gəl, x kvadratı 6 kök 2'nin kvadratı, 2x kvadratı 72, x kvadratı 36, x olsun 6. Amma ümumiyyətlə siz bilməlisiniz ki, bərabər yanlı düzbucaqlı üçbucaqların katetlərini A ilə işarələsək, hipotenuzu A vur kök 2 olur. Yəni bunun hipotenuzu 6 kök 2'dirsə, deməli katetləri 6'dır. Sahədə katetlər arasının yarısı olduğu üçün 18'dir. Başqa? 68. Bəli. Yenə bəsit bir sual. Bayaq şəkilli formada verilmişdi. Bu dəfə şəkilsiz sözlə verildir. Baxın, deyir ki, ABCD paraleqramında AB 8'dir, AD 12'dir. Və AD-yə çəkilən hündürlük 6'dırsa, qərar vermədən cavab davam eləməyim. AD'yə çəkilən hündürlük 6'dırsa, AB'yə çəkilən hündürlük tap. Bizim üçün nə fərq var? A vur HA, B vur HB. Yəni tərəfi həmin tərəfə çəkilən hündürlüyə olan hasili bərabər. AD 12'dir, AD'yə çəkilən hündürlüyü 6'dır. AB 8'dir, AB'yə çəkilən hündürlüyü də bilmirəm. 72 bərabər 8 vur X-dən, X bərabərdir 9 eləyir. Aydın oldu. Sonra 170. Bu da mənim bayaq verdiyim sualın bir taydır əslində. Bax, bura bunun ortasıdır. Bura bunun ortasıdırsa bu sual davam eləməyin iki yolu var. Bir yolu bunu belə birləşdirərsən və deyərsən ki, buralar bərabər olursa bu sahələr bərabərdir. Burada olur 2A. Ora olur 2A. Və sənə AYSD-nin, yəni 3A-ya 12 deyiblər. 3A-ya 12. A dediyim sahələr 4'dür. Paraleqramın sahəsi də 4A olduğu üçün 4 dəfə 4 eləyir 16. Aydın oldu.
Yoxsa yox? Sonra. Hı -hı.